Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bugünkü söhbətimiz İslam dinində ən böyük günahlardan biri olan ağ valideynlik, valideynlərə qarşı pis münasibət haqqındadır. Bu günahın ən böyük olmasının meyarlarının başında Quran və Peyğəmbər əleyhissalamın 10 böyük günah olmasını göstərən hədislərinə əsaslanır və bu günah Quran ayələrində də Allahı qəzəbləndirən böyük günahlardan olduğu göstərilir. Quranda Allah Teala 17-ci surə Əl-İsra surəsinin 23-cü ayəsində buyurur ki, Rəbbin yalnız ona ibadət etməyi, yəni özünə ibadət etməyi və valideynlərinə yaxşılıq etməyi buyurmuşdur. Bu ayədən də göründüyü kimi Allah Teala özünə itaətdən sonra dərhal valideynlərə də yaxşılıq etməyi tövsiyə şəklində deyil, əmr formasında buyurmuşdur. Deməli, bu günah valideynləri incitmək, onların qayğısına qalmamaq, onlara pis münasibət göstərmək haqqındadır. Bu günahın sadaladığım əməllər, bu günahın daha kəskin forması deyil, bu günahın daha çirkin, kəskin asilik forması da vardır ki, o da valideynin övlad tərəfindən söyülməsi, təhqir olunması, bəzən döyülməsi, əfsus ki, bəzən də öldürülməsi ilə bağlıdır. Bundan deməli, insan qətl etmək ağ valideynlikdən daha böyük günahdır. Lakin valideyni öldürmək isə Allaha, onun bütün göndərdiyi müqəddəs dəyərlərə üsyan etmək, Allaha müharibə elan etməyə bərabərdir. Çünki Allah insanın üzərində ən böyük haqq sahibi bildiyimiz kimi Allah Teala'dır. Valideyn insanın yaradıcısı deyil, insanın yaradıcısı Allah'tır. Yəni bir kişi bir qadından ibarət olmaqla Allah Teala insanın yaranması qanunu yaratmışdır və insanlar yalnız buna görə var olurlar. Buna görə də İnsan üzərində ən böyük haqq sahibi Allah Teala'dır. Bildiyimiz kimi yer planetini Allah Teala insan üçün yaratmışdır və onun üzərində olan bütün nemətlər, yaşıllıqlar, şirin sular, müxtəlif meyvələr və halal heyvanlar, yeyəcəklər insan üçün yaradılmışdır. Bütün bunlardan sonra insan üzərində ikinci ən böyük haqq sahibi olan, onu dünyaya gətirən valideynləridir və valideynlərinin də bir-birindən üstünlüyü vardır. Deməli, ananın övlad üzərində olan haqqı ataya nisbətdə daha çoxdur. Çünki ana övladını 9 ay bətnində gəzdirmişdir. Normalda 9 ay olur və ana bütün canından, qanından övladına sərf etmişdir və övladı dünyaya gəldikdən sonra onu böyüdənə qədər min bir əziyyət çəkmişdir. Peyğəmbər əleyhissalamın da bir çox hədislərində buyurulduğu kimi övlad ananı ömrünün axırına qədər, tutaq ki 60 il ömrü varsa, ömrünün axırına qədər boynunda gəzdirsə belə, o zəhməti çəksə belə, ananın onun üzərindəki haqqın heç bir hissəsini də ödəyə bilməz. Çünki həqiqətən də ananın ataya nisbətdə övlad üzərində zəhməti olduqca çoxdur. Çünki o bütün bədəninin sahib olduğu maddələrdən, canından, qanından övladına vermişdir və insanın halı həqiqətən bu dünyadakı halı insanın körpənin ana bətnindəki halına olduqca oxşardır. Həqiqətən də biz dünyada indi yaşamağımızı bizim ana bətnində olmağımıza bənzəyir. Əgər ana bətnində olan uşağa həqiqətən də sual vermək mümkün olsa, o danışa bilsə, deyilsə ki, sən bir müddətdən sonra başqa bir dünyaya gələcəksən, orada günəş olacaq, günəş batacaq, gecə olacaq, yeməyi ağızdan yeyəcəksən, bildiyimiz kimi uşaq ana bətnində yeməyi ağzından yemir, müxtəlif xəstəliklər, müəyyən müddət böyüyəcəksən, vətən qarşısında borcu ödür və s. və ilaxır. Bütün bu hadisələri danışdıqda həqiqətən körpə
təəccüblənər, inanmağı gəlməz. Çünki körpə anasını tanımır, ana bətrində onun necə surətə sahib olduğunu da belə bilmir. Dünyaya gəldikdən sonra yalnız anasını üzündən və yaxud da müəyyən ətrindən tanıyır və ondan sonra ona öyrəşir. İnsan da belədir. Biz də bu dünyada həqiqətən də Allahı görməsək də onun əlamətlərindən bizim üçün yaratdığı şəraitdən biz onun var olmağını təsdiq edirik. Deməli, ananın Allahdan sonra deməli valideynin, əsasən də ananın övlad üzərində haqqı danılmazdır. Allah Teala bunu həqiqətən də təsbit etmişdir. Peyğəmbər Əleyhisselamın da məşhur hədisi var ki, valideyninə yaxşı baxan cənnətə qane olsun, valideyninə pis münasibət göstərən isə cəhənnəmə qane olsun. Yəni, Peyğəmbər Əleyhisselamın başqa bir hədisində Peyğəmbər Əleyhisselam deməli, cənnət anaların ayaqları altındadır buyurmuşdur. Bəziləri bunu səhv olaraq anlayırlar, elə başa düşürlər ki, bu ananın cənnətdən üstünlüyü ilə və yaxud da ana olan insanın cənnətə birbaşa vəsiqə alması ilə bağlıdır. Bəzi insanlar, bəzi anaların əxlaqsız üzr olması ilə bunu əlaqələndirirlər və başa düşmədə çətinlik çəkirlər. Lakin bildiririk ki, bu qətiyyən belə deyil. Peyğəmbər Əleyhisselamın bu hədisi övladın anaya olan münasibətini xarakterizə edir və övladın, ananın onun üzərində olan haqlarının ona münasibətdə bir açar, cənnətin açarı olduğu, cənnətin bir neçə bu mənada insanın cənnətə girməyi üçün əgər bir neçə açar varsa, onların da ən mühümlərindən biri anaya olan münasibətdir ki, onun yaxşı halında bu açar onun üçün cənnətə girəcəyi vasitəsi, pis olduqda isə bu onun cəhənnəmə girmək vasitəsi hesab olunar ki, Peyğəmbər Əleyhisselamın da hədisi bizə bunu anladır. Yəni, anaya, valideynə olan, daha doğrusu yaxşı münasibət əsasən də anaya insan üçün cənnətə giriş vəsiqəsi hesab oluna bilər. Bu əməlin deməli ən çirkin forması da əvvəldə dediyimiz kimi valideyni təhqir etmək, valideyni bəzən döymək, öldürməkdir. Allah Teala və Quran ayələrində Allah Teala bunu yasaqlamışdır və Peyğəmbər Əleyhisselamın da hədislərində bunun böyük günah olması həqiqətən də təsbit olunmuşdur. Şəriətdə də, İslam şəriətində də təsəvvür edin ki, vacib ibadətlər, namazlardan başqa müstəhəb bütün namazlarda ananın təkidli, adi çağırışı yox, ananın təkidli çağırışı nəticəsində deməli namazın kəsilməsi fiqhi cəhətdən tələb olunur insandan. Ananın övlad üzərində haqqının böyük olması o demək deyil ki, atanın hüquqları azdır. Bildiyimiz kimi qərbdən bizə gələn və təbliğ olunan gender bərabərliyi cəfəngiyyatdan başqa bir şey deyil. Qadınla kişi heç vaxt bərabər olmamışdır. Qurana görə də bərabərdir. Allah Teala buyurur ki, biz kişini qadından üstün yaratdıq. Bu üstünlüyü bəziləri ümumiyyətlə insanlıq baxımından üstünlük bilirlər və buna qarşı çıxırlar. Bu qətiyyən belə deyil. Bu kişinin cəmiyyətdə oynadığı rol onun ağır vəzifəsi ilə bağlı olan üstünlükdür. Lakin Allah qarşısında qadınla kişi bərabərdir. Əvvəldə dediyim ki, qadının kişindən göründüyü kimi daha çox üstünlüyü, ananın daha doğrusu üstünlüyü barədə danışdıq. Lakin Allah qarşısında insani baxımdan, yaradılış baxımdan qadınla kişi bərabərdir. Lakin ananın vəzifələri tamamilə ayrıdır. Atanın vəzifəsi İslam şəriətinə görə ailənin böyüyü qadın yox, atadır, yəni kişidir. Ona görə qadın həm özü, həm də uşaqlarını ataya tabe elətdirməlidir və qadının Allahdan sonra qadın üçün onun əri, deməli ərinə tabe olmaq ən böyük əmrdir və ərin icazəsi olmadan qadın çölə belə çıxmamalıdır. Dövrümüzdə bu nə qədər də qəribə görünsə də, həqiqətən İslam şəriəti bunu vacib bilir. Kişinin ona görə qadınla ailədə, ailə bir, əgər həqiqətən də bunu min illərlə
ailəni kiçik dövlətə bənzətmişlər və dövlətin iki başçısı olmur. Dövlətin bir başçısı olur, ona görə də ailənin başçısı kişidir. Bildiyimiz kimi 2020-ci ildə biz Allah'a şükürlər olsun torpaqlarımızı azad etdikdə biz 3000-ə qədər şəhid vermişik və o şəhidlərin hamısı kişidir. Bir nəfər səhv etmirəmsə qadın olmalıdır. O da tibb bacısı olmuşdur. Səhv etmirəmsə deməli göründüyü kimi kişi xeylaqlarıdır və onlar kişinin cəmiyyətdəki rolu əsasən də vətənin qorunması və ailənin təminatını təmin etməsi, ailənin yaşayışını təmin etməsi atanın vəzifəsidir, ananın yox. Buradan da görükür ki, və 3000-ə qədər şəhid vermişik, düzdür. Onları dünyaya gətirənlər də anadır və onlar cəmiyyətdə ən yüksək statusa sahib olmalıdırlar və biz onların qarşısında baş əyirik. Cəmiyyətdə də həmin analara xüsusi ehtiram göstərilməlidir. Hörmətli izləyicilərimizə də tövsiyə edirik ki, onları harda görüksə, onlara xüsusi ehtiram göstərilməlidir. Deməli, bundan başqa Allah üç məsələdə layiqsiz insanların, tutaq ki, bunlar kafir, müşrik və fasik, yəni mütəmadi günah törədən insanlara münasibətdə onlara, salihlərə, yaxşı insanlara olan münasibəti, deməli, tərzi layiq görür. Bunlar da əmanət məsələsidir, vədə əməl etmək və valideynlərə olan münasibət. Deməli, bir insana əgər əmanət verildikdə, o insanın kimliyi əmanəti alan üçün elə də fərqi olmalıdır. Deməli, ya onun kafir və yaxud da mömin olmasının elə də əhəmiyyəti olmamalıdır. İnsan vəd verərkən də vəd verdiyi şəxsin onun üçün kimliyinin heç bir əhəmiyyəti yoxdur. O vədi yerinə yetirməlidir və valideyn, üçüncü valideyn məsələsidir ki, İslam şəriətinə görə də valideynin kafir və yaxud da müşrik olması, mömin olması övlad üçün elə bir fərqi olmamalıdır və övlad ona itaət etməlidir. Düzdür, valideynin övlad üzərində hüquqlarının deməli həddi var. Bu hədd də deməli Allaha itaətsizliklə bağlıdır. Təkcə Allaha yox, Allahın peyğəmbərinə və onun göndərdiyi şəriətə, ilahi qayda qanuna tabelik baxımından övlad valideynə tabe olmaya bilər və bundan başqa bütün məsələlərdə övlad valideynə tabe olmalıdır. Övladın deməli valideynə olan yaxşı münasibəti bir çox onun üçün yaxşı aqibət, xeyirli aqibət onu gözləyir. Bu barədə də Peyğəmbər əleyhissalamın və Qurandan xəbər verilən müəyyən yaxşılıqlar var ki, onun aqibətinin yaxşı olmasını şərtləndirən amillər var və bu amillərin başında Allah rizası gəlir. Əgər bir övlad valideyninə yaxşı münasibət bəsləyərsə, onun üçün deməli Allah rizası gözləyir və Allahın ondan razı olmağı deməkdir ki, bu bütün mükafatlardan daha üstündür. Bundan sonra bəzi günahlarının kəffarəsi və həqiqətən də bəzi hətta böyük günahların belə valideyninə yaxşı baxan övlad üçün onun kəffarəsi, günahları silinir və kəffarəsi olur. Mələklərin duası bildiyimiz kimi bəzi mələklər var ki, onların işi ümumiyyətlə, yəni möminlərə yaxşı dua etməkdir və mələklərin duasına, yaxşı duasına səbəb olur. Ömrün uzadılması, ömrün bərəkətli halına gəlinməsinə səbəb olur. Deməli, mal dövlətin çoxalmasına və bəlaların insana başına gələn müxtəlif bəlalardan insanı valideyninə baxmağı dəf edən bir səbəbdir. Bundan başqa valideyninə yaxşı baxmaq insana yalnız şərəf, ehtiram gətirir. Həqiqətən də insan başqasının qabağında təzim etdikdə, ona xidmət, əlini öpdükdə, tutaq ki, ayaqqabısını gedməyə yardım etdikdə, bu onun üçün şərəfsizlik deməkdir. Cəmiyyətdə də biz belə yaltaqları görə bilərik. Lakin bir insanın valideyninə tutaq ki, öz anasının, atasının əlini öpməyi, onun ayaqqabısını geyindirməyi və onun xidmətində durmağı onun üçün yalnız şərəf və ehtiramdır.
Deməli, canvermə anında insana həqiqətən də canvermə anının yüngül keçilməsi, qəbir evində, məhşərdə, qiyamətdə onun sorğu-sualının yüngülləşdirilməsi üçün də və deməli, əzabın yüngülləşdirilməsinə və ilahi rəhmətə də səbəb olan deməli, amillərdəndir ki, bir insan öz valideyninə yaxşı münasibət bəsləsə, onun üçün bu yaxşılıqlar yazılmaqda davam edəcəkdir. Bundan sonra sonuncu məsələ də valideynlərin övladların üzərində öləndən sonra da haqlarının davam edib etməməsi məsələsidir ki, hörmətli dinləyicilər, xahiş edirəm bura xüsusi diqqətlə qulaq asmaq lazımdır. Çünki insanların, hətta valideyninə yaxşı baxan insanların böyük əksəriyyəti valideynlər rəhmətə gedəndən sonra onlara kifayət qədər diqqət yetirmirlər və onların qəbrini ildə bir-iki dəfə Qara Bayram olanda ziyarət etməklə kifayətlənirlər. Ümumiyyətlə, Qara Bayram barədə deyək ki, bu cəfəng fikirdir. İslamda belə bir şey yoxdur. Deməli, rəhmətə gedənin İlk deməli rəhmətə getdiyindən sonra ilk qarşılayan bayramı Qara Bayram adlandırırlar ki, bu da İslam dinində belə bir şey yoxdur. Ümumiyyətlə heç bir bayram qara deyil, insanın ölməsi qara deyil, ümumiyyətlə bədbəxtlik deyil. İnsanın ölməsi ana bətindəki uşağın dünyaya gəlməsi kimi bizim dünyadan daha haqq olan dünyaya gələcək, əbədi dünyaya keçməyimizdir ki, bunu da qara adlandırmaq cahillikdən başqa bir şey deyil. Deməli, valideynin öləndən sonraki haqları bildiyimiz kimi insanın öləndən sonra əməl dəftəri bağlanmır. Bu üç şeydən, yəni insanın özündən sonra qoyduğu yaxşılıqlarla bağlıdır. Salih övlad və insanın özündən sonra qoyduğu elmlə bağlıdır ki, insanlar ondan istifadə edir və ona dua edirlər və həmin insanın əməl dəftərinə yazılır. Valideynlər də dünyasını dəyişdikdən sonra övladlarından gözləntiləri var. Bu, Peyğəmbər əleyhissalamın çox saylı hədisləri ilə də sabitdir və Peyğəmbər əleyhissalam buyurur ki, bəzi övladlar qiyamət aləmində, məhşərdə özlərini ağ valideynlərlə eyni cərgə deyəndə onlarla bərabər cərgə yox, onların arxasında durmuş görəcəklər və təəccüb qalacaqlar ki, ilahi mən vaxtımda deməli dünyada valideynlərimə yaxşı baxmışam, mən niyə buradayam? Ona bildirəcəklər ki, sən valideyn dünyasını dəyişəndən sonra onun üçün heç bir şey etməmsən. Və valideyn də əgər danışa bilərsə, danışığı bizə gəlib çatmır və o biri dünyada, yəni qəbirdə, o biri dünyada deyir ki, bu şəkildə əlbəttə Peyğəmbər əleyhissalamın hədislərindən çıxan məna budur ki, ay bala, mənə o mənim üzərimdə tikdirdiyin o bahalı mərmərlər mənə lazım deyil. Mənim lazım olan, mənim vacib ibadətlərimdir ki, İslam şəriətinə görə valideynin deməli yerinə yetirmədiyi vacib ibadətləri, namaz olsun, oruc olsun, həcc olsun, onun böyük övladı yerinə yetirməlidir. Əsasən də oğlu yerinə yetirməlidir. Ondan sonra o eləyə bilmirsə, ondan sonra sıralama öz məsuliyyət daşıyır övladlar və onun qalan borcu. Əgər həqiqətən də valideynin borcu qalmışsa, övladı onu qaytarmağa əlindən gələn bütün vasitələrlə cəhd edib onun borcunu qaytarmalıdır və onun vəsiyyəti varsa vəsiyyətinə əməl etməlidir. Onun üçün bağışlanmağı üçün dua etməlidir. Onun üçün hədiyyə namazı qılmalıdır və onun üçün yaxşılıqlar edib onun adına niyyət etməklə sədəqə verməlidir ki, hörmətli izləyicilər, Allah ölən valideynlərə rəhmət eləsin, qalanları da can sağlığı versin. Mənim də atam dünyasını dəyişmişdir. Mən də övladam və onun üçün bu saydıqlarımı həqiqətən onu ziyarət etməklə, cümə axşamları ona Yasin oxumaqla, onun üçün sədəqə verməklə, ona hədiyyə namazları, cümə namazlarına gedəndə məsciddə və yaxud da evdə
onun üçün hədiyyə namazları qılmaqla və müəyyən sədəqələr, yaxşı işlər görüb, ona niyyət eləyib, savabın ona göndərməklə mən də övladlıq borcumdan çıxmağa, İslam şəriətinə uyğun olaraq əməl etməyə çalışıram ki, hər bir kəs əgər valideyninə yaxşılıq etmək istəyirsə, o təkcə onun yaşadığı dövrlə bağlı deyil və onun dünyasını dəyişməyindən sonra da bu əməlləri davam etməlidir ki, o nankor adlanmasın və ilahi məhşərdə, ilahi sorğu-sualda ona nankor olmamaq üçün o valideyninin vəfatından sonra da onun üçün müəyyən yaxşılıqlar edib, onun üçün dualar etməlidir və biz hər birimiz də ətrafımızda həm valideynlərə uf deməməliyik, Quran təbirincə desək, onlar yaşlanıb yanımızda qalanda, onların bizim həqiqətən də qazancımızda, övladın qazancında Quranın buyurduğu kimi valideynlərin həqiqətən haqqı var. Yəni Allah Teala ilk növbədə Allahın verəcəklərindən buyurur ki, ya Peyğəmbər, səndən Allah yolunda verəcəklərin nə olduğu soruşanda onlara de ki, onlar ata-anaya, yaxın qohumlara, yetimlərə və yoldan qalan müsafirlərə məxsusdur onların etdikləri. Həqiqətən də bizim qazancımızda valideynlərin payı var. Heç bir övlad valideyninə baxmağa görə ona minnət qoya bilməz. Valideynin onun ən azı 9 ay bətrində daşımağın heç zərrəsi belə ola bilməz. Yəni, heç birimiz valideynə etdiyimiz yaxşılığı, ömrümüzün axırına qədər etdiyimiz yaxşılığın, valideynin bizə etdiyi yaxşılığın heç 1%-ni də ödəmək iqtidarında deyilik. Ona görə hər bir dinləyiciyə mən valideynlərinə gözəl münasibət göstərməklə Allahın razılığını qazanmağı arzu edirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.